Salamlar. Bugün finala hazırlaşırıq seriyasından ilk video ilə qarşınızdayım. Biz bugündən etibarən 2017-ci ildən bəri RFO-da düşmüş final suallarını müzakirə edəcəyik. Həmçinin də bunların latex versiyasını da sizinlə aşağıda bölüşəcəm. Bu aşağı yaş qrupu suallarıdır. Bu da yuxarı yaş qrupu suallarıdır ki, latex versiyası bizim gözümüzə daha yaxşı görünür deyə bu cür istifadə edib məsələləri həll edəcəm. Gəlin keçək həllər hissəsinə. Həmçinin finala hazırlaşarkən dərslərə qeydiyyatla maraqlananlar üçün nömrəmi burada buraxıram. 55 413 56 99. Bu nömrə ilə əlaqə saxlayıb finala hazırlıq dərsləri ilə də maraqlana bilərsiniz. Finala birlikdə hazırlaşa bilərik. Birinci sual bu cür verilibdir. Bir sistem tənlik verilibdir və sistemin x, y həqiqət həllərini tapmamız soruşulur. Bu sualın ən sadə həlli Minkowski bərabərsizliyi iləndir. Birinci həlli göstərirəm. İki həllimiz var. Minkowski bərabərsizliyinə görə, məsəl üçün, ABCD həqiqət üçün, bu iki halı üçündür, bunun ümumi versiyası doğrudur. ABCD həqiqət üçün A kvadrat üstü gəl B kvadrat üstü gəlinsin, C kvadrat üstü gəl D kvadrat böyük bərabərdir. Böyük kökün altında A ilə C toplanır. A üstü gəl C'nin kvadratı kimi. B ilə D toplanır. B üstü gəl D'nin kvadratı kimi yazılır. Və bu bərabərsizlik doğrudur istənilən AB həqiqətləri üçün. Biz bu məsələdə tətbiq edəcəyik. Yuxarı hissəsi çünki Minkowski bərabərsizliyinə çox oxşuyur. Sadəcə x çıx 4-ün kvadratı yerinə 4 çıx x-in kvadratı yazırıq. Çünki heç bir şey dəyişmir kvadrata yüksəldəndə. Y çıx 3-ün yerinə də 3 çıx y-in kvadratı yazıb bərabərsizliyi tətbiq edirik. Bərabərsizlik bu formaya düşür və Minkowskini tətbiq eləsək, x ilə 4 çıx x-in cəmi eləyir 4-ün kvadratı, y ilə 3 çıx y-in cəmi eləyir 3-ün kvadratı, 4 kvadratı gəl 3 kvadrat bərabərdir kök altda 25, yəni 5-ə bərabər olar. Bərabərsizlikdən sonra sağ tərəfdə 5 alındı, amma əvvəldə də zaten bu ifadə bizə verilmişdi ki, 5-ə bərabərdir. Bu o deməkdir ki, bu əslində bərabərsizlik yox, bərabərlik halıdır. Və Minkowski bərabərsizliyində də bərabərlik halı nə vaxt ödənir? X bölünsün 4 çıx x bərabərdir. Yəni nisbət x-in, daha sonra A-nın C-yə nisbəti, B-nin D-yə nisbəti olanda doğru olur. X-in 4 çıx x-ə nisbəti bərabərdir. Y-nin 3 çıx y-ə nisbəti doğru olmalıdır. Gəlin görək bərabərlik halından nə nəticə çıxır? Çarpaz vursaq 3x çıxılsın xy bərabərdir 4y çıxılsın xy. Xy-lər gedir və biz buradan tapırıq ki, y bərabərdir 4-də 3x. 4-də 3x və biz bunu tənlikdə ikinci tənlikdə yerinə qoyub tətbiq edə bilərik. Tənliyimiz bu cürdür. Y-in yerinə 4-də 3x qoyulanda bu ifadə nəyə dönüşür? Y-in yerinə 4-də 3x qoyanda burada 3x kvadrat alınır. 3x kvadrat üstə 3x kvadrat 24-dür. Deməli, 6x kvadrat 24, x kvadrat 4 tapılır. X bərabərdir müsbət 2. Əslində, müsbət 2 və mənfi 2 hər bir halda baxmaq lazımdır. Böyük ehtimalla müsbət 2 olacaq. Gəlin ki halda baxaq. X2 və y mənfi 2. X2 olsa, y alınacaq 6 bölü 4, 1,5. Bunu dəqiq yoxlaya bilərsiniz ki, bu şərti ödəyir. Yəni, yerinə qoyub rahatlıqla yoxlaya bilərsiniz ki, ödəyir. Amma x mənfi 2 olanda y bərabər neçə alınır? Mənfi 1,5 alınır. Bu isə yuxarıdakı tənlikdə yerinə qoysaq, əslində böyük ehtimalla ödəmədiyini görəsiniz. Çünki y-in yerinə mənfi 1,5 qoyanda bu edir mənfi 4,5 və yaxud da 4,5-in kvadratı. X-in yerinə isə mənfi 2 qoyanda burada alınır mənfi 6-nın kvadratı və yaxud da 6-nın kvadratı. Bu adicə özü 6-nın kvadratı 4,5-in kvadratı 5-dən böyükdür. Bu ifadə 5-dən böyükdür deyə sol tərəf sağdan böyük olacaq. Yəni mənfi olan həll şərti ödəmir. Biz ancaq x-y müsbət olan həlli götürə bilirik. O da x2 və y 1,5 həllidir. Məsələ həll olunur. Bu məsələnin ikinci həll üsulu isə, əgər Minkowski bərabərsizliyini bilmiriksə, biz bunu kvadrat yüksəltmə üsulu ilə edəcəyik. Gəlin baxaq. Digər həll üsulu isə bu ifadəni sağ tərəfə atıb kvadrat yüksəltməkdir. Əgər bu ifadəni sağa atsaq və hər iki tərəfi kvadrat yüksəltsək, sol tərəfdə alınacaq
x kvadrat çıxılsın 8x üstəgəl 16 üstəgəlinsin y kvadrat çıx 6y üstəgəl 9 bərabərdir 25 üstəgəl x kvadrat üstəgəl y kvadrat çıxılsın 10 kök altı x kvadrat y kvadrat. Yəni kvadratın açılış düsturudur. Burada islah gedən çox şeylər var. 25, 9, 16 ilə x kvadrat, y kvadratlar islah gedir. Və hər tərəfi mənfi 2-yə bölsəniz, solda qalır 4x üstəgəl 3y. Sağda qalır 5 kök altda x kvadrat, y kvadrat. Bir daha kvadrat yüksəldirik. Son dəfə 16x kvadrat üstəgəl 9y kvadrat. 16x vurulsu, daha sonra 4x, 3x və 2-nin bir-birinə vuranda eləyir 24xy. Sağ tərəfdə alınır 25x kvadrat, 25y kvadrat. Bütün ifadələri sağ tərəfə atsaq, burada maraqlı bir şey alınacaq. Sağ tərəfə atanda 9x kvadrat çıxılsın 24xy üstəgəl 16y kvadrat bərabərdir 0. Və bu ifadə çox tanış gəlir bizə hardan? 3x çıxılsın 4y kvadratına oxşayır. Və həqiqətən də yoxlasanız, bunu açsanız görərsiniz ki, bu doğrudur. Yenə 3x bərabərdir 4y və y bərabərdir 4-də 3x tapmış olaraq. Və məsələn, davam həlli də yuxarıdakı ilə eyni cür gedəcək. Bu birinci sualın həlli idi. Gəlin keçək növbəti suala. Hər bir natural n böyükdür bir ədədi üçün fn n ədədi və ondan böyük ən kiçik natural bölən cəmini işarə edir. Yəni fn bərabərdir n üstəgəlinsin ondan böyük olan ən balaca natural bölən. Yəni sadə ədəd olacaq deyə n üstəgəl p yazıram ki, aydın olsun. Kompüter növbə ilə f2, f3, f4-ü yazır sonsuza kimi və belə ədədlər çıxır. 4, 6, 6. Çünki f2 bərabərdir 2-yə və 2-ni bölən ən balaca sadə ədəd kimdir? 2-dir. 2 üstəgəl 2, 4. 3 üçün də 3 üstəgəl 3, 6. 4 üçün isə 4 və 4-ü bölən ən kiçik sadə ədəd kimdir? 2, üst cəmlədi, elədi 6. Deyir 2015 və 2016 ədədlərinin hər birinə bu sonsuz ədədlər ardıcıllığında neçə dəfə rast gəlinir? Maraqlı bir nüans var. Əgər n cüt olsa, deməli n-in ən balaca sadə böləni 2 olacaq. Onda fn bərabərdir n üstəgəl 2 və n cütdür, 2 cütdür, deməli bu da cüt olacaq. Əgər n tək olsa, fn-in ən balaca böləni tək ədəd olacaq. Fn bərabərdir n üstəgəlinsin p. N tək ədəddir, p tək ədəddir, təklə təkin cəmində cüt edir. Deməli fn həmişə cüt ədəd imiş. Bu səbəbdən 2015 rast gəlinməz. Maraqlı olan hissəsi isə 2016-nı neçə dəfə görərik. Əgər fn-də p n-in ən balaca sadə bölənidirsə, onda n p-yə bölünür, n-in yerinə pk yaza bilərəm. N-in yerinə pk yazaram, fn bərabərdir, p vurulsun k plus 1 alınar. Bizə maraqlıdır ki, bu ifadə nə vaxt 2016-ya bərabərdir? Bunu araşdıraq. Araşdırsanız görərsiniz ki, 2016 bərabərdir, 32 vurulsun, 9 vurulsun, 7. P sadə ədəd olduğu üçün sağ tərəfdə də 3 dənə nominasiya var sadə ədəd üçün 2, 3 və 7. Hər birini yerinə qoyub yoxlaya bilərik. Yəni P2, P3 və P7 hallarını yoxlasanız, məsələn, 2 ilə nəyin cəmi 2016 eləyir? N bərabərdir 2014 taparıq. Həqiqətən 2014 ödəyirmi şərti? Bəli, 2014-dən balaca böləni 2-dir. 2014-lə 2-nin cəmi 2016-dır. Oxşar məntiqlə burada n bərabər 2013 taparıq. Yenə bu ifadə 3-ə bölünür. Ona görə də 3 bunun ən kiçik böləni, 3 ilə 2013-ün cəmi 2016-dır. Burada da n bərabər 2009 tapılar. Hansı ki, yenə də oxşar məntiqlə şərti ödəyir. Çünki bu ifadə nə 2-yə, nə də 3-ə bölünmür. Ən balaca 7-yə bölünər. Deməli, n 2016 3 dəfə rast gəlinər 3 qiymətlə. 2015 isə rast gəlinməz. Keçək növbəti suala. Sahəcə bərabər romb və bərabər yanlı trapesiya verilib. İkisinin də sahəsi eynidir və xaricilərin çəkilən çevrələr də eynidir. Onların iti bucaqlarını müqayisə edin.
Gəlin bir dənə şəkil çəkək hər biri üçün və araşdırma aparaq görək bunların sahəsi nəyə bərabərdir və radiusdan necə asılıdır. Çox gözəl olmasa da bir çevrənin xaricinə çəkilən rom bu cürdür. Gəlin o çevrənin mərkəzi bura olsun və burada hündürlüklər yendirilibdir. Bu radiusdur. Bu bizim axtardığımız iti bucaq haqqındakı məlumatdır, amma o məlumatı bu cür tapmayacağıq. İndi görəsiniz əldə. Birincisi bu fiquru xaricinə çevrə çəkmək olur. Bəli olur. Çünki qarşı tərəflərin cəmi 90-dır. 90 + 90 180-dir. Deməli bunun xaricinə çevrə çəkmək olur. O zaman mən bu xətti çəksəm tənbölən olacaq. Alfa alfa. Məlum məsələdir. Toxunmalar var və çevrənin mərkəzi var. Bunu isbat etmək asandır. Oxşar məntiqlə eyni faktı bura üçün də deyə bilər ki, burada beta betadır. İndi maraqlı sual odur ki, romdursa bu 2 alfa ilə 2 betanın cəmi nədir? Paralellikdən. 2 alfa üstü gəl 2 beta 180-dir. Və biz alfa üstü gəl beta haqqında deyə bilərik 90-dır. Və bu fakt bizə ona görə kömək edir ki, biz bu bucağı 90 dərəcə deyə bilirik. Bura radiusdur. Gəlin rombun bir tərəfdə x olsun. Onda rombun bu üçbucağının sahəsi nə olar? Bu bir dənə üçbucağın sahəsi romda olacaq 2də 1 xy, xr. Amma maraqlı olan odur ki, bu üçbucaqdan 4 dənə var. Yəni bunu da çəksək, bu üçbucaq buranı da çəksək, biri buradadır, biri buradadır, biri də buradadır ki, bu 4 dənə üçbucaq hamısı eyni ilə bundandır. Yəni hər biri təpəsi 90 olan r hündürlüklü bir üçbucağa dönüşür. Onda rombun sahəsi olacaq nə? 2də 1 xr-i vururuq 4-ə alınır 2xr. Bu hələlik bizə lazım olan faktdır ki, sahə və radius nədir? Və sahələr də bərabərdir, radiuslar da bərabərdir. O faktı işlədəcəyik. Gəlin trapeziyamızı çəkək. Yenə çox möhtəşəm bir trapeziya olmasa da işimizi görər. Gəlin bu radiuslar çəkək və maraqlı bir faktdan danışaq. Bir trapeziyanın xaricinə, daxilinə çeviri çəkmək olursa, iki faktdan danışacağıq. Birincisi bu hündürlük 2 dənə r-in cəminə bərabər olur. Çünki paralellik var və 90-90 var. Həqiqətən də bu düz xəttlər, bir radiuslar bir düz xətt üzərində olmalıdır. Paralellikdən və 90-90-dan. Tamam, hündürlüyümüz 2r-dir. Bunu işlədəcəyik sahəni tapanda. Maraqlı olan ikinci fakt odur ki, bərabər yanlı trapeziyadır. Üstə gəlinsin, bir çevrənin, bir dördbucaqlının daxilinə çeviri çəkmək mümkündürsə, qarşı tərəflərin cəmi bərabərdir. İsbatı çətin deyil. Bura A, bura məsələn A olacaq. Çünki bu toxunma nöqtəsidir, bu da toxunma nöqtəsidir. Təpədən toxunma nöqtələrinə olan məsafələr eynidir. Oxşar məntiqlə bura B olacaq, burada B olacaq. Siz bu zaten bərabər yanlı trapeziyadır deyə buranın da B olduğunu, buranın da A olduğunu tapa bilərsiniz. Yəni bunu çəksəniz görərsiniz ki, bu bərabər yanlı üçbucaq olar. Yenə də bucaqlar eyni olur deyə. Bunu tapmaq mümkündür. Çünki bərabər yanlı trapeziyadır. Bura B, B və burada A olur. Və yaxud da siz başqa cür tapa bilərsiniz ki, A ilə A-nın, B ilə B-nin cəmi AB ilə AB-nin cəminə bərabərdir. Teorem var, yəni qabarıq dördbucaqlar üçün. Tamam, şəklimiz bu cür olacaq. Bəs bu bizə sahə haqqında nə məlumat verir? Sahə haqqında verdiyi məlumat odur ki, trapeziyanın sahəsi bərabərdir. 2r vurulsun 2-də 2a üstü gəl 2b. Hansı ki bərabərdir 2r a plus b. Bu oldu trapeziyanın sahəsi r-dən və a plus b-dən asılı. Həmin sahə dedik bərabərdir rombun sahəsinə 2xr-ə. Yəni bu da bərabərdir 2xr-ə. Sahələri bərabərdir dedik, radiuslar bərabər dedik, 2r-lər ixtisar olur, onda biz tapırıq ki, x bərabərdir a plus b. Bu deməkdir ki, rombun bir tərəfi trapeziyanın bir yan tərəfinə bərabərdir. Bu faktı istifadə eləməzdən qabaq bir şey göstərmək istəyirəm sizə. Oxşar məntiqlə bayaqlar romda elədiyimiz kimi siz göstərə bilərsiniz ki, burada 90 dərəcə olacaq və bu bir yendirilən hündürlükdür. Çünki toxunma var. Bu niyə 90 olur? Çünki yenə bura alfa alfa ayrılır. Bayaqki səbəbdən xaricinə çeviri çəkirik və bu bucaq tənbölən olur. Bu da beta beta ayrılır. Oxşar məntiqlə. Və alfa ilə betanın cəmi 90-dır və hündürlükləri radiusdur r-dir. Tamam. Bu yan tərəf a plus b-dir və hündürlük r-dir. Düzbucaqlı üçbucaqdır. Oxşar məntiqlə bu üçbucaqda da
Burada yendirilən hündürlük R-dir, tərəf X-dir. X da dedik bayaqları A plus B-yə bərabərdir. İndi biz çoxlu düzbucaqlı üçbucaq qura bilmərik ki, hündürlükləri sabit olsun. Səbəbi nədir? Məsələn, bir dənə diametr götürsək, xaricdən çevirə çəksək, həmin diametrin üstündə çoxlu 90 dərəcəli üçbucaqlar qurmaq olur. Bu diametri söykənən bucaqlar nədir? 90-dır. Və fikir versəniz, bunların heç bir radiusları, hündürlükləri eyni deyil. Yəni bu hündürlük və bu hündürlük fərqlidir. Hərçənd ki, hər ikisi 90 dərəcəli üçbucaqdır, amma onların hündürlükləri fərqlidir və bu diametr sabitdir. Həmin bu sabit olan diametr bizdə A plus B-dir və yaxud da rombda X-dir. Həmin sabit olan hündürlük R-dir, burada da R-dir. Ona görə bu üçbucaqlar biz deyirik ki, eynidir, bərabərdir. Yəni iki dənə fərqli üçbucaq qura bilmərik ki, hündürlüyü R olsun və oturacağı A plus B və yaxud da X olsun. Onda bu üçbucaqlar eynidirsə, həmin bu beta bucaqları hər iki üçbucaqda da eynidir. Deməli, hər iki tərəfin də iti bucaqları bir-birinə bərabərdir. Məsələdə bizdən soruşur ki, onların iti bucaqlarını müqayisə edin. Cavabımız bərabərdir olacaq. Bu da məsələnin həlli. Keçək növbəti sualımıza. Bir bərabərsizlik sualımız var. İspat edin ki, mənfi olmayan x, y, z əyiq ədədləri üçün x üzəri y plus z kvadrat bölü 3 bu ifadədən kiçik bərabərdir. Das böyük bərabərdir. Çox da çətinliyə enməyəcəm. Ən sadə həlli göstərirəm. Ədədi orta, həndəsi orta bərabərsizliyini bunlara tərsdən tətbiq eləsək, biz taparıq ki, x kök altda y, z kiçik bərabər nədən? X vurulsun. Y, z-də ədədi orta, həndəsi orta tətbiq eləyəndə 2y üstü gəl z-dən kiçik bərabərdir. Oxşar məntiq, yəni bu ifadə nəyə dönüşür? 2-də xy üstü gəl xz. Əgər bu 3 ifadənin üçünə də bunu tətbiq eləsək, bu bərabərsizliyi tətbiq eləsək, sağ tərəf RH-sindən işarələyirik. Sağ tərəf kiçik bərabərdir. Bu ifadələrin cəmi olar. Bunları sigma ilə yazıram. 2-də xy və xz-lərin cəmindən kiçik bərabər olar. Hər üçünə də tətbiq eləsəz, aça bilərsiniz. Bunları toplayanda, 3 dənə bu ifadəni toplayanda biz taparıq ki, bunların cəmi xy, xz, yz olar. Tamam. İndi bu ifadə bundan kiçik bərabərdir. Bəs yaxşı, görən bu ifadə də bundan kiçik bərabərdirmi? Gəlin yazaq və üstünə sual işarəsi qoyaq ki, hələ bilmirik. 3-də x üstü y plus z-in kvadratı. Əslində bu çox məşhur bir bərabərsizlikdir. Hətta biz bunu olimpiadalarda isbatın belə istifadə eləyirik. İsbatın istifadə eləmədən elə istifadə edə bilirik, məsələlər tətbiq edə bilirik. Amma gəlin bugün isbat edək. Hər tərəfi 3-ə vuranda 3xy, 3xz. Daha sonra mörtəzi xaricdən yazaq. xz, yz. Sağ tərəfdəki ifadəni də açanda, sual işarəsi qoyaq. Sağ tərəfdəki ifadəni açanda x kvadrat, y kvadrat, z kvadrat üstə gəlinsin 2xy, yz, xz alınır. Və burada 3 dənədir, burada 2 dənədir. Bunu da sola keçirsək, taparıq ki, xy, xz, yz kiçik bərabərdir. Sual işarəsi x kvadrat, y kvadrat, z kvadrat. Və bu məşhur və doğru bərabərsizlikdir. Amma yenə də sonuna qədər isbat eləmək istəsəniz, hər tərəfi 2-yə vururuq. Hər tərəfi 2-yə vurandan sonra bu ifadələrin üçünü də sağ tərəfə göndərsəniz və tam kvadratı çevirsəniz, belə bir ifadə alınacaq. 0 kiçik bərabərdir x çıx y-nin kvadratı, y çıx z-in kvadratı, z çıx y-nin kvadratı. Və bu bərabərsizlik də doğrudur. Çünki istənilən tam kvadrat 0-dan böyük bərabərdir. Deməli, bu bərabərsizlik doğrudur. Bu doğru olanda bu da doğrudur. Və bu da doğrudur. Oxşar məntiqlə belə nəticəyə çıxır ki, x, y, z də bundan kiçikdir. Bu ifadə də bizim orijinal məsələdə verilən bu sağ tərəfdən kiçik böyük olduğu üçün məsələ doğrudur. Və bərabərsizliyi isbat edəndən sonra həmişə yadımızda qalsın ki, bərabərlik halı nə vaxt ödənir, onu göstərməliyik. Burada bərabərlik halı x, y, z bərabər olanda ödənir. Məsələmiz isbat olmuş olur.
Keçək növbəti suala. Olimpiyadanın ən maraqlı suallarından biri budur. Böyük ehtimal elə 5-ci sualdır və ən çox bal verən sual bu olubdur. Bəlkə də 10 ballıq və yaxud da 25 ballıq. Lövhədə x3 yazıblar və deyir, bu 3-ü siləndən sonra yerinə yaza bilərsən ya 2x plus 4, ya 3x plus 8, ya da x kvadrat 5x. Deyir, bunu istədiyin qədər tətbiq edə bilərsən. Lövhədə ədəd var, sil, yerinə bunu yaz, sil, bunu yaz. Deyir, bunu eləyə 20 üstü 17 üstü gəl 2016 ədədinə çata bilərsinizmi? Normalda biz bunu əllə hesablaya bilmərik. Mümkündürsə hesablaya bilmərik. Mümkün deyilsə necə göstərəcəyik? Çox maraqlıdır. Biz bu sualda invariant işlədəcəyik. Yəni dəyişməyən bir şey qayda tapacağıq ki, hər zaman ödənir. Həmin qaydaya gəlin birlikdə intuitiv olaraq yanaşaq. Deyək, lövhədə birinci 3 yazılıbdır. 3-ü siləndən sonra hansı ədədlər yazıla bilər? Gəlin bunları şaxə ilə yazaq. 3-ü siləndən sonra 3 vur 2 üstü gəl 4 yaza bilərik. 10. 3 vur 3 üstü gəl 8, 17 və yaxud da 3-ün kvadratı üstü gəl 3 vur 5, 24 yaza bilərik. Tamam. Bəlkə ola bilsin bu mərhələdə hələ tam aydın deyil ki, bu ədədlərə aid dəyişməyən şey nədir? Yəni invariant qalan şey nədir ki, biz onu tapaq. Hələ ki, bəlkə bu hissədə tam aydın deyil sizə. Amma rahat görə bilərsiniz ki, 3, 10, 17, 24 nəsə bir xüsusiyyətə malikdirlər. Gəlin bu 3 ədəd üçün də eləyək. Görək, həqiqətən bu şərt ödənirmi? 10 üçün tətbiq eləsək, onun yerinə hansı 3 ədəd yazıla bilər? Onun yerinə yazıla bilər 10 vur 2, 20 üstü gəl 4, 24. 10 vur 3 üstü gəl 8, 38. Ya da 10 kvadratı 100 üstü gəl 50, 150. Maraqlıdır. 17 üçün də eləyə bilərsiniz, 24 üçün də eləyə bilərsiniz. Amma yəni bu ifadə bəsdir. Çünki bizə bu ifadə də bəs edir və bu 7 ədədlə tapa bilərik. Fikir versəz görərsiniz ki, hər bir ədəd 3, 10, 17, 24, elə bir, məsələn, bunu da artsaq 31, 38, 150-yə qədər gedir. Hər bir ədəd axırda 3 buraxır. 7 artır və 3 buraxır. Yəni 7k plus 3 formasında olduğundan şübhələnə bilərsiniz. Və ya biz bunun əvəzinə deyirik ki, istənilən ədəd burada x bərabərdir 3 mod 7 verəcək. Yəni biz şübhələnirik ki, bu invariant ödənir. Hansı ki, nə qədər gediş edirsiniz eləyin, həmişə lövhədə yazılan ədəd 7-yə bölünəndə 3 qalıq verəcək. Biz bundan şübhələnirik. Onda gəlin isbat edək. İsbat eləmək çox da çətin deyil. Elə bir mərhələdən digərinə keçəndə bu qayda ödənirsə məsələ bitir. Birinci mərhələdə əgər x ədədi 3 mod 7-dirsə, hansısa bir orta mərhələdəyik və x 3 mod 7-dir. Onda görən bundan sonraki mərhələlərdə də ödənirmi? Deməli 2x üstü gəl 4. 2x üstü gəl 4. Mod 7-də nə verəcək? X dediyi 3 verir. 2 vur 3 üstü gəl 7. Neçə eləyir? 10. 10 da bərabər 3 mod 7 verəcək. Tamam. Deməli bu mərhələyə geçsək həmişə ədəd 3 mod 7-dən 3 mod 7-yə yəni dəyişmir. 3x üstü gəl 8-də x 3 mod 7 verdiyi üçün bu ifadə dönüşəcək 17-yə. 17 verəcək yenə 3 mod 7. Oxşar məntiqlə x kvadrat üstü gəl 5x-a dəyişəcək nəyə? X verir 3. 9 üstü gəlinsin 15, 24. 24 də verir 3 mod 7. Deməli, məsələnin hansı hissəsində olursunuz olun, bir x-dan bu 3 ədəddən birinə dəyişəndə həmin yeni alınan ədəd həmişə 3 mod 7 verir. İnvariantı isbat elədik. Yəni istənilən halda, yəni hansı mərhələdə olursunuz olun, x ədədindən bu 3 ədəddən birinə keçəndə x ədədi 3 mod 7 verdiyi kimi bu ədədlər də 3 mod 7 verir. İndi bəs yaxşı, bu necə istifadə edəcəyik? Bizə maraqlıdır ki, görən sonda aldığımız bu ədəddə 3 mod 7 verirmi? 20 üstü 17 üstü gəl 2016. Görək mod 7-də nə verir? Biz bayaqki məsələdə əslində səhv xatırlamıramsa tapdıq ki, bu ifadə nədir? 0 mod 7-dir. Yəni bu ədəd 7-yə bölünür, 7-nin qatıdır. İndi maraqlıdır bizə 20 neçə verir? 20-nin yerinə mənfi 1 yaza bilərik. Mənfi 1 üstü 17. Mənfi 1 üstü 17 də bərabərdir 1 mod 7 taparıq.
Çünki 20-nin yerinə 20 çıx 21 mənfi 1 yaza bilərik. Mənfi 1 üstə 17 də daha sonra mənfi 1-dir. Səhv yazdım. Yəni 6-ya bərabərdir. 6 mod 7. Və bu da doğru deyil. Yəni bu o deməkdir ki, sizin axırda tapmaq istədiyiniz ədəd 6 mod 7 verən bir ədəddir. Amma siz bir invariant tapdınız ki, məsələ heç vaxt 3 mod 7-dən o yana gedə bilmir. Bu da məsələni isbat edir ki, almaq mümkün deyil. Bu da məsələmizi yekunlaşdırır. Keçək yuxarı yaş qrupu suallarının izahına. Yuxarı yaş qrupunda gördüyünüz kimi biz bir neçə sualı artıq həll eləmişik. Birinci sualın həllinə baxa bilərsiniz. Üçüncü sualın həllinə video içində baxa bilərsiniz. Biz 2, 4, 5-i müzakirə edəcəyik. Kvadrat 3 həddi verilibdir. AB həqiqi ədədləri üçün A ilə B-nin yerini dəyişir. Bu çox hədli. Yəni A verəndə B verir, B verəndə A verməlidir. İsbat eləməliyik ki, bu üç hədli digər heç bir müxtəlif cütün yerini dəyişənmir. Yəni sizdən soruşulan odur ki, bu A ilə B sadəcə bir dənə ədəd üçün doğrudur. Başqa ədədlər üçün doğru olmayacaq. Ancaq məsələn 1 ilə 2, 2 ilə 1, 3 ilə 2, 2 ilə 3 üçün doğrudur. Yəni məsələn biri ödənəndə digəri ödənməməlidir. Həmin A ilə B-nin yeganə olduğunu isbat eləməliyik. Tamam. Çox ədlimizi gəlin yazaq. Px bərabərdir m x kvadrat üstəgəl nx üstəgəl k kimi. MNK götürürəm çünki A ilə B istifadə olunubdur. X, Y, Z-də istifadə edəmirəm. Bu mənim çox ədlimdir. Və gəlin A qoyub B yazaq, B qoyub A yazaq. MA kvadrat üstəgəl NA üstəgəl K bərabər 0. 0 yox, daha doğrusu B. Sistem tənliyimiz olacaq. MB kvadrat üstəgəl MB üstəgəl K bərabərdir A. İndi biz ispat etməliyik ki, bu A ilə B yeganə ədədlərdir. Bu şərti ödəyir. Və MNK verilmiş ədədlərdir. Yəni çox ədədli bir dənədir. Verilibdir sizə. Yəni MNK sabit ədədlərdir. İndi bu sistem tənlikdə ağlımıza gələn ilk şey odur ki, tərəf-tərəfə çıxaq. Tərəf-tərəfə çıxsaq, yuxarıdan aşağını çıxsaq, MA kvadrat çıx B kvadrat, N A çıxılsın B, K'lar gedir. Sağ tərəfdə alınır B çıxa. B çıxanı sola atanda alınacaq A çıx B. Və alınır bərabər 0. Məsələdə bizə verilib ki, A ilə B fərqli ədədlərdir. A ilə B fərqli ədədlərdirsə, bu ifadə 0-dan fərqlidir. 0-dan fərqlidirsə, biz sol tərəfin hamısını A çıx B-yə bölə bilərik. Yəni, sol və sağ tərəfi A çıx B-yə bölərik. Alınar M vurulsun A plus B. Üstəgəl N, üstəgəl 1, 0-dır. Və biz burada M plus 1-i sağa keçirib hər tərəfi M-ə bölsək, taparıq ki, A plus B nəyə bərabərdir? Mənfi N plus 1-də M. N plus 1 bölünsün M. Bu bizə nə məlumat verir? N dedik sabit ədəddir, M sabit ədəddir, yəni verilibdir. Biz buradan tapırıq ki, A plus B sabit ədəddir. Yəni dəyişmir. A plus B dəyişmir. Amma A plus B dəyişməyəcək şəkildə çox ədəd tapmaq olar. Məsələn, A plus B 5-dirsə, bu 1 ilə 4 də ola bilər, 2 ilə 3 də ola bilər. Yəni, başqa ədədlər hələ də mümkündür. Sadəcə biz tapdıq ki, A plus B dəyişmir və biz ona bir dənə C deyəcəyik. Gəlin buna C deyək və A plus B-ni C kimi istifadə edəcəyik. Tamam. A plus B-ni C kimi istifadə etmək üçün hər tərəfi tərəf-tərəfə toplayıram. M. İndi A kvadrat üstəgəl B kvadratın yerinə yazıram A plus B-nin kvadratı çıxılsın 2AB. Çünki mənim işimə yarayacaq C kimi əvəz eləməmdə. Bunu da toplayanda üstə gəlinsin N A plus B üstəgəl 2K bərabərdir A plus B tapılır. Gəlin hər tərəfdə biz əvəzlərimizi eləyək C ilə və açaq. Burada alınacaq MC kvadrat çıxılsın M vurulsun 2AB. Və yaxud da gəlin bunu yazaq. 2M vurulsun AB. Çünki belə daha işimə yarayır. Üstə gəl NC. Üstə gəl 2K bərabərdir C. Yəni C də sabit ədəddir. Buradakı hər bir ədəd sabit ədəddir. M, C, N, C, K, C. Bir dənə AB sabit ədəd deyil. Əslində isbat olunur ki, AB də sabit olmalıdır. AB-ni sağa, C-ni sola atsam, MC kvadrat üstə gəl NC. Üstə gəl 2K bərabərdir 2M vurulsun AB. Biz bilirik ki, kvadrat tənlik olduğu üçün M mənfi ədəd deyil.
Ona m daha 0 deyil. Hər tərəfi 2m-ə bölsək, taparıq ki, nədir? Məsələn, böləndə nə olacaq? 2m sağa gedir. AB bərabərdir. Nə alınar? Bu ifadəyə bərabərdir. Və biz burada AB haqqında məlumat tapırıq. AB başqa bir sabit ədədə bərabərdir. Çünki buradakı bütün ədədlər sabitdir dedik. Onda bu da başqa bir sabit ədədə bərabərdir. AB-yə də deyək. Deməli, AB D-dir, sabit ədəddir. A + B-dir, C-dir. Və bu tənliyin yeganə həlli olduğunu hardan bilirik? Biz Viet teoremindən bilirik. Viet teoreminə görə x kvadrat çıxılsın cx üstə gəlinsin d tənliyinin kökləri a ilə b olacaq. Və bir kvadrat tənliyin kökləri, yəni c ilə d sabit ədədlərdir, a ilə b də bu kvadrat tənliyin kökləridir. Biz buradan nəticəyə gəlirik ki, AB bunun yeganə həllidir. Yəni a ilə b sabitdir, fiksdir. Fiks və yaxud da yeganə. Yəni a ilə b belə varsa, bir dənə cütlük üçün, başqa heç bir cütlük üçün bu ödənməyəcək. Bu da məsələnin isbatı olur. Maraqlı sual idi. Gəlin keçək növbəti sualımıza. Qabarıq ABCD altıbucaqlısı verilib. Diaqonallar O-da kəsişir. Bizə AOB-nin sahəsi 4, COD-nin sahəsi 6, buranın da sahəsi 9 verilibdir. Soruşur ki, bu altıbucaqlının sahəsi ən balaca neçə ola bilər? Gəlin bütün sahələri toplama yazaq. 4 üstə gəl, 6 üstə gəl, 9 üstə gəl, SOBC üstə gəl, SAOF və yaxud da O7, SO7 üstə gəlinsin, SAOF. AOF. Bu ifadənin minimum qiymətini tapmalıyıq. Mən göstərəcəm ki, indi bu ifadəyə ədəd təndəsi orta tətbiq eləsək, böyük ifadə böyük bərabərdir. Bu 19 qalır yerində. Bu ifadələr isə bir-birinə vurulur. 3 kub kök altında SOBC, SO7 və SAOF. İndi mən əgər bu ifadənin ən balaca qiymətini tapsam, məsələ bitər. Vurma, bu daha sonra toplama yox, vurma olacaq. İndi maraqlı söhbət odur ki, OBC, O7 və AOF-in sahələri nədir? Əgər, gəlin bir dənəsini yazım, daha sonra görəsiniz nə baş verir. SOBC nəyə bərabərdir? Və bizə alfa, beta, qammalar lazımdır. OBC haradadır? Buradır. Bura alfa yazaq, bura beta yazaq və bura qamma yazaq. SOBC bərabərdir 2-də 1 sinus alfa vurulsun OB vur OC. Siz razısınız ki, OBC, AOED və AOF-in sahələrin bir-birinə vuranda alınacaq 2-də 1 sinus beta da olacaq və 2-də 1 sinus qamma da olacaq. Mənim əlimdə, məsələn, O7-də olacaq OY ilə OD və AOF-də olacaq A ilə də OF. Yəni, bu hasil bütün tərəflər və onların sinuslarının hasili olacaq. Deməli, mən bu hasili götürəndən sonra maraqlı bir yer dəyişmə edirəm, qruplaşdırma edirəm. Məsələn, 2-də 1 sinus alfa ilə qruplaşdırıram kimi. Məsələn, bu sinus alfa həm də burada sinus alfadır. Mən OF ilə OY-ni qruplaşdırıram. Yəni, hasildəki komponentlərin yerini dəyişəndə yenə də hasilin qiyməti dəyişmir. Oxşar məntiqlə, məsələn, sinus beta ilə 2-ni qruplaşdırıram. 2-də 1 sinus beta qruplaşır kimlə? Məsələn, bura beta idi, burada beta olduğu üçün mən OB ilə OA ilə qruplaşdırıram. Üçüncüsünü də rahatlıqla eyni şəkildə tapmaq olar. Və bunun məqsədi nədir? Əslində bu sabit bir ədəddir. Mən bunları bir-birinə vurub bu cür qruplaşdırsam, bu ifadənin sahəsi AOB-nin sahəsinə bərabərdir. AOB-nin sahəsi də zaten 4-dür. Bu olacaq 4, digəri olacaq 9, o birisi olacaq 6. Və 4 vur 6 vur 9-a bərabər imiş əslində bu ifadə. 4 vur 6 vur 9 kub kök altından çıxacaq 6 kimi. Yəni 4 vur 9 vur 6 əslində 2 vur 3-ün kubudur. Kub kök altından çıxacaq 6 kimi. 6 vur 3 18, 18 sürgən 19, 37 bu ifadənin ən balaca qiyməti olar. Və bərabərlik halı
Mən buna ədədi orta həndəsə sortu tətbiq elədiyim üçün bu bərabərdir 6, bu bərabərdir 6, bu da bərabərdir 6 olduqda ödənir. İndi məsələnin ən çətin hissəsi odur ki, tapılan cavabı əsaslandıran misal göstərin. Onu tapmalıyıq. Bunu tapmaq üçün AO-ya x, bura O-dur, burada Y deyirik və bu x-y-ni istifadə edərək bütün 6 tərəf tapmaq istəyəcəyik. Biz tapdıq ki, 6, 6, 6 olmalıdır. Bu sahələr 6, 6, 6 olacaq. Biz burada şübhələnirik ki, bu üçbucaqlar bəlkə də bərabər tərəflidir. Nəinki bərabər yanlı, bərabər tərəfli olduğundan şübhələnirik. Yəni, konstruksiya qurmaq istəyiriksə. Ona görə də mən bütün bucaqları rahatlıq olsun deyə 60-60 götürürəm. 60, 60, 60. Belə bir konstruksiya varmı, yoxmu bilmirəm. Sadəcə götürürəm ki, görüm bir problem yaşanırmı? 60 və 60. Mənim məqsədim nədir? Elə bir x-y seçməliyəm ki, və bu 60-60'ları seçdiyimə görə elə bütün bucaqları tapmalıyam ki, bu bucaqların hamısı 180-dən kiçik olsun. Tək məqsədim budur. Çünki bu zaman bu düzgün 6 bucaqlı olar. Çünki məsələ qabarıq ABCD 6 bucaqlısı soruşur. Mən isbat eləsəm ki, bu qabarıqdır. Hansısa x-y ədədləri üçün məsələ bitir. Bunları bucaqları 60 götürdüm. Alfa, beta, gamma 60 yazdım. Görək belə bir 6 bucaqlı varmı ümumiyyətcə? Daha sonra AOB-nin sahəsi SAOB bölünsün. SBOC yazıram. AOB-nin BOC-yə nisbəti 4-ün 6-ya, yəni 2-nin 3-ədir. Sinusla açıb yazsanız və ixtisarlar aparsanız, sinusla AOB-ni, sinusla BOC-ni yazıb açıb ixtisar aparsanız, taparsınız ki, x bölünsün CO tapılır. Və biz buradan CO bərabərdir 3-də 2x tapırıq. 3-də 2x. Daha sonra 2-də 3x. Tamam. CO-nu 3-də 2x tapdığımız kimi, yəni bu üsulla tapdığımız kimi, digər bucaqları da sahələrin nisbətindən tapmaq olur. Mən sizə tərifləri verirəm. Tapılacaq BO ilə DO bərabərdir Y, CO ilə YO bərabərdir 2-də 3x və FO da 3-də 2-də 3y tapılır. FO da 2-də 3y tapılır. Eyni məntiqi tətbiq edib tapa bilərsiniz. İndi növbəti sıra gəlir x-y seçməmizə. X-y seçəndə mən bir şey fikir verəcəm. CO nədir? 2-də 3x, düzdür? 2-də 3x. Mən istəyirəm ki, bunlar bərabər yanlı, daha bərabər tərəfli üçbucaqlar olsun. Bərabər yanlı olsalar bəsdir. Yəni CO ilə OD, OY bərabər olsa bəsdir. CO ilə YO bərabərdir əslində. CO ilə YO bərabərdir. İstəyirəm onlar OD-yə və OB-yə bərabər olsunlar. Yəni əslində istəyirəm ki, bunlar hamısı Y bərabərdir 3-də 2x olsun. 2-də 3x. Əgər Y 2-də 3x olsa, YO, YD, OD, OC, OB bərabər olar. Bəs yaxşı, Y nə vaxt 3-də 2x-ə bərabərdir? Hansı qiymətində? Tapa bilərsiniz ki, bu üçbucağın sahəsi nədir? SAOB-ni bir daha işlədirik. SAOB bərabərdir 2-də 1 XY sinus 30, sinus 60, hansı ki bərabərdir 4-ə. Sol tərəfdə sinus 60 da kök 3 bölü 2-dir. Və Y-in yerinə də 3-də 2x yerinə qoyub tapa bilərsiniz ki, buradan x bərabərdir 8 kök 3 olanda bu bərabərlik ödənir. Tamam, x-i tapdıq, bucaqlarımız var. İndi isbat qalır ki, görən bu bucaqların hamısı 180-dən kiçikdirmi? Bir neçə dənəsini göstərmək olar. Məsələn, bərabər tərəfli bucaqlar tapdıq. 60, 60, 60, 60, yenə 60 və 60. Bunları göstərmək asandır. Hətta deyəsəm bu da 60-60 olmalıdır. Çünki hamısı bərabər tərəfli olur. Tamam. Sadəcə FO ilə AO bərabər olur. Başqa heç bir şey bərabər olmur. Bunlar tapıldı ki, bura 120-dir, bura 120-dir, bura 60-dır, 60-dır. Əgər göstərə bilsək ki, bu bucaq, məsələn, bura alfa desək, bura beta desək, və yaxud da elə alfa və betadan birini göstərsək bəsdir. Bu alfadır, bir də bu alfadır. Bunlar hər ikisi də 120-dən kiçikdir. Bu alfa deyil, bura beta da ola bilər. Bu ikisi də 120-dən kiçikdir, məsələ qurtarır. Bunu isbat eləmək də çox çətin deyil.
sadəcə kosinuslar teoremi tətbiq edirsiniz. Kosinuslar teoremindən buranı tapmaq olar, f-ni. F-ni tapandan sonra kosinuslar teoremindən çıxır ki, alfa 120-dən kiçikdir. Oxşar məntiqlə beta da 120-dən kiçikdir, məsələ qurtarır. Sadəcə hesab uzun çəkir deyə mən yazmadım, çünki həlli səliqəsiz versiyası alacaq. Amma mən sizə inandırım ki, x8 kök 3 və 60-60 bucaqları bu altıbucaqlını qurmamıza kömək edir. Yəni qabarıq altıbucaqlı qurmamızda bizə yardım edir. Bu da məsələnin həlli ən balaca qiyməti olar və axtarılan cavab üçün də konstruksiyamız x8 kök 3, y2 də 3x və bucaqlar da 60 olar. Keçək növbəti və son sualımıza. ABC 0 ilə 1 arasında ədədlərdir. X, Y, Z 0 ilə sonsuzluq arasında ədədlərdir. Eyniliklər birlikdir. A üstü X, BC, B üstü Y, CA, C üstü Z də AB-dir. Deyir, isbat edin ki, bu bərabərsizlik doğrudur. Bu bərabərsizliyi həll etmək üçün çox sadə bir həll tapmışam. Bir neçə həlli var. Tərəf-tərəfə vururlar. X, Y, Z haqqında məlumat tapırlar. Rəsmi həlli də var, amma mən öz həllimi sizə göstərəcəm. Hər tərəfin loqaritmini alırsam, A üstü X, BC-də, mən istəyirəm ki, X-i ABC-dən asılı göstərim. X vurulsun loqaritma A bərabərdir loqaritma BC-yə. Və yaxud da loqaritma BC-nin yerinə loqaritma B üstü loqaritma C yaza bilərik. Onda biz buradan tapırıq ki, X bərabər nəyə? Log A-da log B log C üstü log C. Onda biz bunu X-i burada əvəz edə bilərik və cyclic sigma kimi yaza bilərik ki, burada alınacaq 1 bölünsün 2 üstü gəlinsin log A-da log B üstü gəl log C. Yəni əvəz eləmək istəyirəm və digər 3 dənəsi üçün də eyni şeyi yaza bilərik. Da 3 dənəsini ayrı-ayrı yazmaqdansa elə biz bunu cyclic yazırıq və bir dənə ifadə üçün yazsaq kifayətdir. Bunun məxrəc surətini loqaritma A-ya vursaq, aşağıda alınacaq yuxarıda alınacaq loqaritma A, aşağıda alınacaq 2 loqaritma A, üstə gəl loqaritma B və loqaritma C. Log C. Və bundan 3 dənə var. 3 dənəsinin cəmi isbat eləməliyik ki, nədən kiçikdir? 4/3-dən. Burası məsələdə bizə maraqlı bir məlumat verib ki, A ilə B ilə C 0 ilə 1 arasındadır. 0 ilə 1 arasındadırsa, bu loqaritmlər mənfi ədəd olacaq. Yəni 0 ilə 1 arasındakı bir ədədin loqaritmi mənfi ədəd olur. Ona görə də bu mənfi ədədlərdən qurtulmaq üçün birinci bunun məxrəc surətini mənfi ədədə vururam. İfadə dönüşür. Mənfi loqaritma A mənfi 2 loqaritma B mənfi loqaritma C dazu B və C. Daha sonra bunu eləməmin səbəbi çox məntiqli bir səbəbi var. Mən istəyirəm ki, ancaq müsbət ədədlərlə işləyim. Bunlara və yaxud da fərqi yoxdur. Bunlardan fərqli X, Y, Z yazıram. Bunu X ilə, bunu X ilə, bunu Y ilə və bunu Z ilə əvəz edirəm. Mənfilərini işarələri ilə bərabər əvəz edirəm. Və məsələ dönüşür nəyə? Müsbət ədədlərdən ibarət X bölünsün 2X dögəl Y plus Z görən kiçik bərabərdirmi 4/3. Bunu isbat eləməyə. Məsələ sadələşdi. Yəni loqaritmlərdən, A-lardan, B-lərdən, C-lərdən qurtuldum. X, Y, Z-ə çöndərdim məsələni. Və buranı isbat eləmək üçün bir neçə üsul var. Məsəl üçün bu ifadəni 1 çıxıb üstünə 1 gəlməklə eləmək olur. Məsələn, hər tərəfdən 1 çıxırsan, bu ifadələrdən 1 çıxıb həll etmək mümkündür. Amma mən burada titul lemmasını işlədirəm. Titul lemmasını işlətməzdən qabaq gəlin sizə göstərim. 2 halı üçün. Məsələn, x1-in kvadratı y1, üstə gəlinsin x2-nin kvadratı y2. Titul lemmasına görə bu ifadə kiçik bərabərdir. Məxrəclərin cəmi və surətdəki ədədlərin cəminin kvadratı. Amma kök altına alandan sonra. Və mən bunu necə tətbiq edirəm? Burada x çıxardıram bayra, bir dənəsini götürürəm. Məsələn, bunun bir dənəsini götürürəm. X çıxardıram bayra. X-i çıxardıram bayra, yazıram 1 bölünsün 2x dügəl y plus z. Və mən buna titul lemması tətbiq eləsəm, bu içəridəki ifadə kiçik bərabərdir. X vurulsun 4/1 çıxır bayra. 1 bölünsün xy, x dügəl y və 1 bölünsün y dügəl z.
x üstü z alınır. Bir daha izah edirəm, burası ola bilsin aydın deyil. Siz əgər buna titul lemması tətbiq eləsəniz, yəni bunu tətbiq eləsəniz, alınacaq 4 bölünsün 2x üstü y plus z. Həmin 4-dən qurtulmaq üçün 4-də 1 yazdım ki, 4-də 1-ə vuralında bu 1 yaransın. Və x da qaldığı kimi qalır. O zaman bu bərabərsizlik doğrudur. Bu sağ tərəfə titul tətbiq edib bunu ala bilərsiniz. Onda mən bunu açsam və bunu sigmaya çöndərsəm və 4-də 1-i çölə çıxartsam, 4-də 1 sigma deməli alınacaq x-da x üstü y və 4-də 1 x bölünsün x üstü z. Daha sonra məndə 3 dənə ədəd var. Sigmamda hərəsində 2 dənə ədəd var, cəmi 6 dənə komponent var. Və əgər burada x bölü x üstü y varsa, y halında da burada alınacaq y bölünsün x üstü y. Və bu iki ədədi toplamaq mümkündür. Onları toplayanda nə alınacaq? 1. Onda 1 üstü 1 alınacaq. Çünki 6 dənə komponentdir. Hər birini 2-2 qruplaşdıranda, məsələn, bunun qoşması nədir? Y bölü x üstü y. Hər birinin qoşmaları ilə toplayanda 1 üstü 1 alınır. Bu da bərabərdir 4-də 3 tapılar. Bu da məsələnin isbatı olar. Son halda biz araşdırmalıyıq bərabərlik halını. Bərabərlik halı da ABC bir-birlərinə bərabər olanda mümkündür. Amma gəlin həmin halı araşdıraq. Dedik x, y, z bir-birinə bərabər olsa doğrudur. X, y, z bərabər olanda alınır ki, loqaritma ABC bərabərdir. Log B, log C. Buradan çıxır ki, ABC'yə bərabərdir. Tamam. ABC'yə bərabər olanda x, zaten buradan x haqqında məlumat tapırıq. X bərabərdir 2, bərabərdir y bərabərdir z taparıq. X, y, z 2-yə bərabər olur. ABC də bir-birinə bərabər olanda məsələ ödənir. Niyə? Çünki BC-nin kvadratı məsələn A kvadrat edir, A üstü 2-yə bərabərdir. A üstü 2 yenə A kvadrata, A üstü 2 A kvadrata bərabər olur. Bu da bu məsələnin bərabərliyi halı olar. Məsələmiz isbat olunmuş olar. Başqa həllər də mümkündür dediyim kimi, amma mənə görə ən rahat həll bu cür idi. Finala hazırlığımız dediyimiz kimi yenə davam edir və finala hazırlaşırıq seriyasının birinci bölümü burada bitir. Gələn dərsdə isə biz 2018-in aşağı və yuxarı yaş qrupu suallarını müzakirə edəcəyik. Qulaq asdığınız üçün təşəkkürlər. Sağ olun.